Bugün sizə tamamladığımız yay evi layihəsini təqdim etmək istəyirəm. Yay evi 5 hissədən ibarətdir. Layihə tapşırığı olaraq sifarişçi öncədən yönləndirdiyi referans nümunələr əsasında bizdən əsas olaraq 3 hissənin qonaq otağı, mətbəx və dəhlizin interyer dizayn layihəsini və mebel işlərinin icrasını bizdən istəmişdi. Gördüyünüz kimi qonaq otağı və dəhlizdə bütün divar dekorasiyaları MDF boya ilə üzlənib. MDF ilə bu işlərin icrası gipsdən fərqli olaraq görüntüsü daha yaxşı olur, dayanıqlı olur və əlavə olaraq mərmər görünümlü neolit daşları və kamın üzərində Onyx mərmərindən istifadə etmişik. Mətbəxin konstruksiyası korpuslu MDF, qapaqları isə MDF boya ilə yığılmışdır. Dəhlizi sona saxlamamızın məqsədi burada sizə bir maraqlı həll göstərəcəm. Bu həll son zamanlar geniş yayılmışdır. Biz də bu obyektdə onu tətbiq etdik sifarişçinin istəyi ilə. Otağın simmetriyini qorumaq xatirinə orada qapıların bir-birinə yaxın düşməsi, gizli qapı sistemindən istifadə olunur. Şovlardan görünür ki, bu divar iki nəyi isə gizlədir. Onlardan biri təbii ki sanuzeldir, digəri isə qardırop. Biz interyer dizayn hazırlayarkən çalışırıq ki, stol, stul, divan, kreslo kimi modellər yerli istehsala uyğunlaşdırmaq olsun. Burada isə ev sahibi özü almağa qərar verdi və təbii ki, burada əsas məqam odur ki, hazır mebel alarkən mütləq interyerin üslubuna uyğunluğunu nəzərə almaq lazımdır. Biz bu mebellərdə interyerə uyğunsuzluq görürük. Ona görə də sifarişçilərə tövsiyəm odur ki, mebel seçərkən bizim dizayn xidmətimizin tərkibinə daxil olduğu mebel seçimi mütləq xidmətimizdən sonuna qədər istifadə edin.